Her Allah'ın salamı olsun. Bugün sizinle pirajki pişireceğimi sizinle bölüşeceğim. Bir xörək qaşığı dolu duruş, bir de ılıq su, bir de duz əlavə edirik. Artığı pirajkinin ununa tökürük ki yumuşaq olsun, hem de qəşəng qızarsa. Bir adet yumurta, durucu əlavə edirik. İndi isə ılıq sudan tam qaynar olmasın. Qaynar olanda pirajkini xəmiri yaxşı qoymur qalxmağa, açmağa. Şimdi isə xəmirimiz hazır olmağa, pamuk kimidir. Yaxşı üzərini örtürük, isti yerə qoyuruq ki, yaxşı acısın. İsə dostlar, xəmirimiz acıyıb, xırda kündələr götürürük bu formada. Əlinizi duru yağdan yağlayın ki, əlinizə yapışmasın. Soğanı kızardıp da kartofa vura bilərsiniz. Ben bəzən kızardıram, bəzən də belə çiğ də tökəndə içərisində, pirajki pişirən zaman içərisində pişir. Kartoftan götürüp üzerine koyup bu formada bükülür. Ağzını yaxşı yapıştırın ki açılmasın. Sonra ise bu formada belə ağzı aşağı qoyursunuz. Hamısını belə edəndən sonra hardasa bir 3-4 dəqiqə bu formada kündə saxlayın. Pirajkimizin hazırdır. Bu formada hamısını aralarına kartof koyup bu formada büküp yığdıq. Hardasa bir 2-3 dəqiqə qalsın ki pirajkilərimiz yaxşı şişsin. Tavaya yağ dökmüşük. Yağ qızdı tavada. Pirajkilərimizi tavaya koyuyoruz. Ben bu formada da yiyeceğim. Böyle ezip şimdi ise pirajkilərimiz kızardı, yavaş yavaş çevirecek formada. İndi ise dostlar pirajkimiz hazırdır. Nuş olsun. Göz hakkınızı halal edin. Yorumlarınızı ve desteklerinizi gözlüyoruz. Teşekkür edirik her birinize göre.